Əkbər Allahdırsa, ona mütənasib halda ondan görüşə bilərsən. Əkbər yəni ən böyük. Böyüklə böyüyüb görüşmək olur. Böyümək üçün dünyaya gəlmişik. Böyümək üçün dünyaya gəlmişik ki, mütənasib olaq ki, görüşə bilək onunla. Və bu görüş çox əzəmətli və möhtəşəm bir görüşdür. Bu görüş insanın dada biləcəyi ən ali ləzzətdir. Bəlkə deyərdim, yeganə ləzzətdir. Bundan başqa şeylərin adını ləzzət qoymaq səhvdir. İnsan bu görüş və bu görüşdən ləzzət almaq üçün mövcuddur, yaranıb, xəlq olunub. İnsan Allahı görməklə tələb olunan ləzzəti ala bilir. Məqsəd Allah tərəfindən bizə öz görüşü ilə ləzzət daddırmaqdır. Amma bu görüş səthi bir görüş deyil. Biz ki, binəhayət bir varlıqla görüşürük, ona görə görüş də əbədi davam edir. Görüş əbədi davam edir. Cənnət Allahla görüş prosesidir. Daim davam edir. Hərdən bir cilvəsi, hərdən bir cilvəsini görürsən, siz təsəvvür eləyin, nə qədər əzəmətli bir məkandır.